Salam əziz şagirdlər. Bugün isə sizlərlə kvadrat köklərə aid olan bir maraqlı sualın izahına baxacağıq. Bu tipli suallarda adətən bilirəm çətinlik çəkirsiniz. Ona görə də bunun ən sadə, rahat yolunu izahını verəcəm. Bizə deyir ki, kökün altında 6 minus, kök altında 6 çıxılsın, yenə kökün altında 6 çıxılsın və bu davamlı şəkildə gedir. Üstəgəlsin, eyni şəkildə kökün altında 6 üstəgəl, kökün altında 6 üstəgəl, kökün altında 6 və davamlı şəkildə gedir. Deyir, bu ifadəsinin qiymətini hesablayın. Gəlin birlikdə hesablayaq. Əvvəlcə sərgəli şəkildə 1 yazıram və bu minus olan hissəsini hesablayıram. 6 çıx. Kökün altında 6 çıx, kökün altında 6 və davamlı getdiyinə görə nöqtə-nöqtə qoyuraq. Bərabərdir uşaqlar. Bax, bunun bir dənə sadə yolu var. Əvvəlcə 6-nı sadə vurğularına ayırırıq. 6 hansı ədədlərin hasilidir? 2 və 3-ün. Əgər burada çıxma görürsünüzsə uşaqlar, çıxma zamanı nə edirik? Deməli, biz 2 vur 3 sadə vurğundan ən kiçiyini götürürük. Toplama zamanı isə ən böyüyünü götürəcəyik. Deməli, 6-nın vurğuları 2 və 3-dür. Çıxma varsa bu ifadənin kökün qiyməti 2-yə bərabərdir. Və ikinci, kökün altında 6 üstəgəl, kökün altında 6 üstəgəl, kökün altında 6 və nöqtə-nöqtə, yəni davamlı şəkildə gedir. Burada bayaq biz nə dedik? Dedik ki, 6 vurğu 2 vur 3 hasilinə bərabərdir, düzdürmü? Deməli, toplamada isə böyüyün götürəcəyik. Gəlin bunu fərqli rənglə sizə göstərim. Böyüyümüz hansıdır? 3-dür. Deməli, bu ifadənin qiyməti 3-ə bərabərdir. Və bunların ortasında toplama olduğu üçün ifadəmizin qiyməti 2 üstəgəl 3-ə bərabərdir. O da eləyir 5. Cavabımız C bəndi.